Keçən ilin və bu ilin nəticələrimizi mətbuatla paylaşdıq və bütün suallarında media nümayəndələri tərəfindən cavablandırmağa çalışmışıq. Düşünürəm ki, bu il mətbuat konfransımız daha böyük marağa səbəb olub və yenidən mən media nümayəndələrə öz təşəkkürümü bildirmək istəyirəm. Mən qeyd etmək istəyərdim ki, ümumiyyətlə investisiya şirkətləri arasında Paşa Kapital ilk şirkətdir və hələlik yeganə şirkətdir ki, öz maliyyə hesabatlarını media ilə bölüşür. Buna görə təşəkkür edirəm. İşlərində uğurlar arzulayıram. Paşa Kapital şirkəti 2024-cü ilin nəticələrini ictimaiyyətlə, media ilə paylaşdı və mətbuat konfransında həm maliyyə göstəriciləri ilə bağlı, həm də investisiya şirkətinin fəaliyyəti və gələcək planları haqqında məlumat verildi və təbii ki, media nümayəndələrinin də sualları cavablandırıldı. Ölkəmizin lider şirkəti olaraq daim müştərilərimizə şəffaf, rahat və etibarlı xidmət göstərməyi hədəfləyirik. Bu gün də məhz bu şəffaflığı təmin etmək üçün mətbuat konfransında ötən ilin nəticələrini, bu ilki maliyyə göstəricilərimizi və eyni zamanda hədəflərimizi, planlarımızı açıqladıq. Düşünürəm ki, bu bizim investorlarımız üçün də öz planlarını qurmaqda dəstək olacaq, fayda verəcək və eyni zamanda ümumi Azərbaycanda kapital bazarlarının inkişafına töhfə vermiş olacaqdır.